Bu, Azərbaycan milli futbol komandasının indiki vəziyyəti və veteran futbolçu Əfran İsmayılovun gözləntiləri barədə bilməli olduğunuz ən vacib məqamların qısa və sürətli xülasəsidir. Bilirsiniz ki, millimiz uzun müddətli qələbə həsrətindədir, amma yeni FIFA Series 2026 turniri bu qara zolaqdan çıxmaq üçün sözün əsl mənasında əla bir fürsətdir. Birinci, gəlin etiraf edək. Əfran İsmayılov millinin o qələbəsizlik sindromunu nəhayət qıracağına çox inanır. O tamamilə haqlıdır ki, əvvəlki rəqiblərimiz sadəcə bizim səviyyəmizdən çox güclü idi. Baxın, bunu öz çəki dərəcəndə döyüşməyə başlamazdan əvvəl sırf ağır çəkilərlə ringə çıxmağa bənzətmək olar. Amma indi nəhayət ki, lap öz dişimizə görə rəqiblərlə qarşılaşırıq. İkinci, düzdür, heyətə çağırılan uşaqlar öz klublarında hazırda çox yaxşı formadadılar, amma İsmayılov xüsusi vurğulayır ki, milli komanda tamam başqa, necə deyərlər, çox həssas bir yerdir. O yerli məşqçinin bizim futbolçuları və əsasən də mentalitetimizi dərindən bilməsini böyük bir üstünlük hesab edir. Yaxşı, bəs niyə milli səviyyədə sadəcə quru taktiki bilik yox, məhz bu yerli mentaliteti anlamaq belə həlledici amilə çevrilir? Çünki milliyə gələn oyuncu o formanın arxasındakı böyük məsuliyyəti dərk etməlidir. Komandamız martın 27-sində St. Lucia, 30-unda isə Sierra Leone ilə üz-üzə gələcək. Hər iki maç düz saat 19:00-da Sumqayıtda Mehdi Hüseynzadə adına stadionda olacaq